Selamlar, hoş geldiniz. Selamlar, akşamınız xeyir olsun. Necəsiniz? Məni normal görüb eşidə bilirsinizmi? İnternetlə bağlı hər şey qaydasındadırmı? Görüntü ilə, səslə bağlı hər şey qaydasındadırmı? Hoş geldiniz təkrar. Əgər məni normal görüb eşidirsinizsə, xahiş edəcəm ki, çata plus işarəsini yazasınız. Bugün çox önəmli bir mövzudan bəhs eləyəcəyik. Uşaqlıqda emosional ehmaldan bəhs eləyəcəyik birlikdə. Hətta emosional ehmalla bağlı bir anketimiz də olacaq ki, bu problemin nə qədər sizdə olub-olmadığını müşahidə edə biləsiniz özünüzdə. Öncə bu anlayışı izah elədikdən sonrasında anketi tətbiq eləyəcəyik. Aha, Leyla xanım plus yazır. Deməli, görüntü ilə, səslə bağlı hər şey bizdə qaydasındadır. Ümumilikdə mən istəyərdim öncə bir sual verim. Düzdür, hələ qoşulanlar olacaq yəqin ki, ilk dəqiqələrdə. Və bu qoşulmalar artana qədər, bax, burada olanlardan, bu mövzunu dinləyənlərdən istəyərdim bunu soruşum ki, öz uşaqlığınızı ümumilikdə dəyərləndirəndə necə xatırlayırsınız? Yəni, bununla bağlı necə bir ad qoyarsınız ki, mən uşaqlığımı bu cür xatırlayıram. Məsələn, xoşbəxt bir uşaqlıq idimi, yoxsa kədərli mi idi? Salam, hər vaxtınız xeyir, xoş gəldiniz. Öz uşaqlığımı bir cümlə ilə necə xatırlayıram? Necə bir uşaqlıq idi mənim üçün? Xahiş eləyəcəm ki, yazasınız öz cavabınızı bir cümlə ilə. Nöqtə bir sözlə. Qırğın, kövrək bir uşaqlıq idi. Hər zaman valideyn rolunu oynayan, amma kənardan ərköyün uşağı idim. Bəs bu yazdıqlarınızı bura yazmaq, səsləndirmək hal-hazırda bəs sizə necə hiss elətdirir? Bunu da qeyd edə bilərsinizmi? Özünüzü qırğın, kövrək bir uşaq kimi xatırlamaq, yaxud da diqqətdən kənar, tənha qalmış bir uşaq. Bax, bu cür uşaqlığınızı bu cür xatırlamaq indi sizə necə hiss elətdirir? Təəssüflü. Əgər kimlərsə bura yazmağa çəkinirsə, bunu öz daxilində də cavablaya bilər bu sualları. Ailədə hər kəs problemini mənə danışırdı, belə xatırlamaq kədərləndirir. Artıq bu cavablardan biz zaten emosional ehmalın, emosional boşluğun uşaqlıqdakı izlərini müəyyən qədər görürük. İndi mən istəyərdim ki, gəlin biz bu anlayışa biraz daha ətraflı şəkildə baxaq. Ümumiyyətlə, uşaqlıqda emosional ehmal nə deməkdir və hardan yaranır, hardan gəlir bu anlayış. Bunları anlatmaqdan heç vaxt çəkinmirəm. Ailəmin problemləri də mənim yox. Amma 20'li yaşlarımda çox böyük maneələr qoyur, bəli. Tam da mövzumuz əslində bu olacaq. Mən məsələn uşaq vaxtda gözümün avtobusdakı nömrələri görmürdüm. Anam mənə inanmırdı. Bu ehmal sayılır. Çünki burada bir güvənsizlik məsələsi var. Valideyn uşağa etibar eləmir, onun sözünə etibar eləmir. Və uşaq burada özünü anlaşılmayan hiss edir təbii ki. Gəlin indi baxaq ümumiyyətlə bu ehmal mövzusuna və daha sonrasında anketimizi eləyəcəyik zaten. Orada artıq bir çox problemləri özünüzlə bağlı anlamış olacaqsınız. Ümumiyyətlə biz uşaqlığımızla bağlı həm müsbət xatirələrimiz mütləq ki var, həm də özümüzlə bağlı mənfi xatirələrimiz də mütləq ki var. Hansısa bir parkda oynadığımız yaxşı bir anı da xatırlaya bilirik. Eyni zamanda atamızın üzərimizə qışqırdığı, valideynimizlə bax bu cür etibarsızlıq yaşadığımız bir anları da xatırlaya bilirik. Həm müsbət, həm mənfi anlara sahibik. Amma uşaqlığımızı xatırladıqda bax bu
oradakı öz obrazımızı necə görməyimiz. Yəni burada qeyd elədiniz ki, məsələn, əksi hiss eləyirdim özümü, tənha hiss eləyirdim və eyni zamanda qırğın bir uşaq kimi hiss eləyirdim və bu gün özümü bu cür xatırlamaq mənə təəssüflü hiss elətdirir, pis hiss elətdirir. Bax, bu anlayışlar bizim daxilimizdə, bugünkü reallığımızda istənilməyən müəyyən bir duyğular yaradır və bu duyğular, məsələn, bizim boşluq hissi kimi, aid hiss edə bilməməyimiz kimi özümüzü müəyyən bir duyğular ola bilir. Bu duyğuların da nəticəsində biz bugünkü reallığımızda müəyyən bir ssenarilər yaşayırıq. İstər bu bizim iş sferamızda, iş sahəmizdə olsun, istər bizim münasibətlərimizdə olsun, biz istənilməyən hansısa bir hadisələrlə üzləşə bilirik. Və təbii ki, biz uşaqlıqda hansı aspektdən, hansı problemdən dolayı yara almışıqsa, ehmal edilmişiksə, məhz reallıqda artıq yetkin dönəmimizdə yaşadığımız problemlərimiz, o ssenarilərdə bizim məhz öz yaramıza uyğun olur. Və bu yaralar bizdə əslində necə formalaşır? Bizim uşaqlıqda, xüsusilə 0-1 yaş dönəmində təbii ki, bir uşaq olaraq bir çox ehtiyaclarımız olur. İlk doğulduğumuz andan, hələ biz dünyanı dərk eləməsək belə, bizim artıq həm fiziki, həm emosional ehtiyaclarımız olur. 0-1 yaş dönəmimizdə bizim ən böyük ehtiyaclarımız fiziki ehtiyaclarımızın qarşılanması və yerli yerində, vaxtında, hansı ki bunlar qida ehtiyacımızdır. Məsələn, o dönəmdə uşağın bir süd əmmə refleksi var, bunun qarşılanmasıdır, uşağa doyum hissini verir və eyni zamanda uşağın altının təmizlənməsi və s. kimi fiziki ehtiyaclarının qarşılanması uşağa o anda hiss eləyəcəyi dəyərlilik duyğusunu verir. Yəni, mən demək ki, valideynim üçün dəyərliyəm ki, bu ehtiyacım vaxtında qarşılanır mesajı gedir zehnimizə. Çünki o dönəmdə uşaq dünyanı sırf öz təmas duyğuları vasitəsilə qavraya bilir. Hələ tam olaraq şuurun digər qatları inkişaf eləmədiyi üçün, beynin digər qatları inkişaf eləmədiyi üçün dünyanı daha çox təmas üzərindən dərk eləyə bilir. Və həmin dönəmdə, tutaq ki, uşağın fiziki ehtiyacları ehmal olunursa, burada uşaq demək ki, mən dəyərli deyiləm, yaxud da görülməyənəm hissinə də qapıla bilir. Həmçinin o dönəmdə uşağın emosional olaraq da müəyyən bir ehtiyacları var. Yəni, təkcə fiziki ehtiyacların qarşılanması deyil də, həm də uşağın emosional ehtiyaclarından da söhbət gedir. Yəni, uşaq orada valideynindən, xüsusilə də birinci dərəcəli baxım verən deyəcəyimiz, yəni onun bütün bu fiziki ehtiyaclarını qarşılayan bu daha çox ana fiqurunu biz burada görürük, yaxud da ana yoxdursa əgər, birinci uşağın ehtiyaclarını qarşılayan, baxım verən fiqur. Bu uşağın digər emosional ehtiyaclarını da qarşılamaqdan, belə deyək, məsuliyyət daşıyır və uşaq həmin o baxım verən şəxsdən bir təmas, yaxınlıq, emosional bir bağlanma gözləyir və biz bunu görürük. Ən yaxşı da təbii ki, bizə bağlanma nəzəriyyəsi bu vəziyyəti izah eləyir ki, əgər uşağın ehtiyacları, emosional ehtiyacları vaxtında qarşılanırsa, məsələn, uşaq acıdığı üçün ağlamağa başlayır və onun bu ağlama refleksinə çox qısa bir müddətdə valideyn qarşılıq verir, reaksiya verir və onun ehtiyacını qarşılayırsa, burada uşaqda mən güvəndəyəm və həqiqətən də sevilən bir mühitdəyəm, ətrafdayam düşüncəsi yaranır. Yəni, bu hiss yaranır onda, duyğu yaranır ki, mən güvənli bir mühitdəyəm. Lakin, əgər uşağın ehtiyacları, təmas ehtiyacı, qida ehtiyacı, fiziki ehtiyacları qarşılanmırsa bu dönəmdə, artıq uşaqda güvənsizlik və yaxud da təşviş kimi duyğular yaranır. Məsələn, şuuraltının gücü. Biz bunu tam olaraq bəzi hallarda şuuraltı ilə açıqlamaya da bilirik, amma bunu duyğularımızla açıqlayırıq ki, məsələn, uşaq ağlayır orada və valideyn kifayət qədər tez bir şəkildə yaxud da vaxtında uşağın ehtiyaclarını qarşılaya bilmir. Və qarşılaya bilmədiyi nöqtədə də uşaq artıq deyəsən mən dəyərsizəm kimi bir inanc formalaşdırır və o duyğunu formalaşdırır. Çünki özünü artıq bir bədən olaraq təhlükədə hiss eləməyə başlayır. Təhlükə siqnalı yaranır uşaqda. Və bəzən də valideyn burada tutarsız ola bilir, bəzən uşağın ehtiyaclarını qarşılayır, bəzən qarşılamır və burada da uşaqda yenə tutarsız bir şəkildə bağlanma yaranır həmin bu baxım verən fiqura qarşı.
Burada elə bu hissəni izah eləmişkən, mən izah eləmək istəyirəm, valideynlər niyə bəs bu ehmalı yerinə yetirirlər? Əslində təbii ki, biz xüsusilə də valideyn olan şəxslərlə də işləyərkən bundan mütləq bəhs edirik ki, yəni mükəmməl bir valideynlik zaten yoxdur. Bacardığımız qədər yetərli olmaq önəmlidir. Lakin hər bir valideynin uşağa qarşı zaman-zaman yetərsiz ola biləcəyi nöqtələr də yarana bilər. Bəzi valideynlərdə isə bu ehmal davranışları, xüsusilə emosional ehmal davranışları daha da çoxluq təşkil edə bilər uşağa qarşı olan reaksiyalarında. Burada bir çox səbəblər ola bilər. Məsələn, valideynin özünün hər hansı bir, deyək ki, psixoloji olaraq problemlərinin olması. Məsələn, tutaq ki, valideyn uşağın həmin bu 0-1 yaş dönəmində doğum sonrası depressiyadadır və bu depressiya dönəmində o uşağa qarşı o istiliyi, yaxını, bağlanmanı, qayğını, baxımı verə bilmir. Yaxud da valideyn işləyən bir valideyndir. Müəyyən maddi səbəblərdən dolayı uşağın bu inkişaf dönəmində yanında ola bilmir, onunla vaxt keçirə bilmir istənilən qədər və həmin dönəmdə artıq uşaqda bu təşviş, qorxu, güvənsizlik duyğuları yaranmağa başlayır. Bu cür mənfi bir bağlanma stili yaranmağa başlayır. Amma burada valideyn bunu əslində bilərəkdən eləmir, amma işləməsi üçün uşaqdan zaman-zaman ayrı qalmasına ehtiyac olur. Yaxud da bir çox səbəblər ola bilər. Məsələn, valideynin baxım verməli olduğu başqa birisi var. Valideynin baxım verməli olduğu başqa bir uşağı da var və valideyn köməksiz olduğu üçün bu iki uşaq arasında yetərli vaxt bölgüsünü, diqqət bölgüsünü düzgün ayıra bilmir və s. kimi səbəblər olur. Bəzən də təbii ki, bu valideynin ümumiyyətlə psixoloji olaraq daha böyük problemlərə sahib olmasından da ola bilər. Məsələn, hər hansı bir şəxsiyyət pozuntuları ola bilər burada. Narsistik şəxsiyyət pozuntusu, borderline şəxsiyyət pozuntusu, antisosial şəxsiyyət pozuntusu kimi pozuntular ola bilər. Daha ağır vəziyyətlər ola bilər ki, valideyn tutaq ki, alkoqol hastasıdır, maddə hastasıdır və s. kimi durumlar ola bilər ki, bu tip durumlardan dolayı uşaq valideynin ona qarşı təmasını, qayğısını, baxımını hiss eləyə bilmir. Özünə güvən probleminin səbəbi elə məhz bu danışdığımız emosional ehmaldan irəli gəlir birinci növbədə. Və biz 0-1 yaş dönəmindən bəhs elədik burada. Burada uşağın dedik ki, ən əsas təməl ehtiyacları fiziki baxımı idi və təmas olunmasıdır. Ondan bədəndə fiziki olaraq təmas olunmasıdır sıx-sıx. Xüsusilə də birinci il baxım verənlər tərəfindən. Və bunlar qarşılanmadığı zaman uşaqda artıq mən güvəndə deyiləm, sevilmirəm kimi duyğular yaddaşda qalmağa başlayır. Bundan sonrasında uşağın gəlir növbəti bir yaş mərhələsi. Bu 2-4 yaş arası bir mərhələni əhatə eləyir ki, həmin bu yaş mərhələsində də uşaqda artıq daha çox emosional olaraq valideynindən qayğı və baxım almaq çox önəmli bir yer tutur. Burada artıq çünki uşaq yavaş-yavaş şuur inkişaf eləyir, öz mənini tanımağa başlayır, artıq fiziki ehtiyaclarından çox onun emosional olaraq da valideyn tərəfindən baxım görməsinə, yaxınlıq almasına, yönləndirilməsinə, qorunmasına ehtiyacı olur. Və uşaq valideynindən bunları hiss eləyə bilmədiyi anlarda təəssüf ki, artıq onun zehnində mən valideynim tərəfindən yetəri qədər dəyər görmürəm kimi inanclar yaranmağa başlayır. Anam deyir, acıyıb oyanırdın, işim çox olurdu, deyirdim, qolunu ye yat, qolunu sovurub yatırdın. Yəni, bu nə deməkdir? Çox kiçik yaşdakı bir uşağa bir problemin ola bilər, amma bu mənim çox da hal-hazırda məşğul olmaq istəyəcəyim bir şey deyil. Öz problemlərinlə özün məşğul ol demə şəklidir. Yəni, uşağın buradan aldığı mesaj budur. Amma halbuki o uşaq o yaşda, o dönəmdə bunu özü eləyə biləcək bir, belə deyək, kapasitədə deyil. O qabiliyyətdə deyil, yəni çünki çox kiçikdir. Qolunu sovurub yatması istənilir. Və bunlar olduğu dönəmdə də biz də artıq müəyyən bir duyğular yaşayırıq və misal üçün, burada uşaq tutaq ki, tənhalıq duyğusu yaşayır, yaxud da qorxu yaşayır, yaxud da güvənsizlik yaşayır və bu yaşadığımız mənfi duyğulara beynimiz hansısa bir davranışlarla özünü müdafiə eləməyə çalışır. Məsələn,
Biz bu davranışdan sonra beynimiz düşünür ki, mən insanlardan deməli dəstək və kömək görə bilməyəcəm. O zaman bir problemim olanda bu problemimi özüm həll eləməliyəm. Çünki insanlar mənə yardım etməyəndilər, insanlar mənə dəstək verməyəndilər və problemim varsa bunu özüm həll eləyə bilərəm. Və artıq biz erkən yaşlarımızda bu öyrəndiyimiz duyğu başa çıxma mexanizmlərini həyatımızın digər sferalarında da işə salmağa başlayırıq. Təbii ki, bu da bizim həyatımızın sferalarına böyük bir zərərlər gətirə bilir. Ən çox da özümüzün elə emosional sferamıza zərərlər gətirə bilir. Və 2-4 yaşda dedik ki, uşaq valideyndən daha çox istəyir emosional qayğını. Burada uşağın dəstək görmə, kömək görmə, yönləndirilmə kimi ehtiyacları meydana çıxır. Və uşaq valideyn tərəfindən təriflənmək, təsdiqlənmək, bax bunları da gözləyir. Xüsusilə də özünə güvən problemi elə məhz bu 2-4 yaşdakı dönəmdən irəli gəlir ki, burada valideyn əgər uşağı çox dəyərsizləşdirirsə, onu görməzdən gəlirsə, onun ehtiyaclarını qarşılamırsa, onunla sağlam şəkildə dialoqa keçmirsə, vaxt keçirmirsə, çünki bəzi valideynlərdə bu da görülür. Uşağın fiziki olaraq hər bir ehtiyacını qarşılayır, amma məsələn uşağın bir vaxt keçirilmə, oyun oynama və s. kimi ehtiyacları olur, amma valideyn orada deyil. O rolda deyil, yəni o uşaqla nə oyun oynamır, nə ona dialoqa girmir, söhbət eləmir, ona bir şeir oxumur və s. və s. Yəni uşağın inkişafı üçün ehtiyacı olan şeylər eləmir. Məsələn bir planşet verir ona sadəcə və yaxud da o dövrdə sadəcə öz-özünə oynaması üçün oyuncaqları tökür qarşısına ki, hə, sən burada oynama, mənim başqa işlərim var və bütün bu davranışlarda uşaqda artıq həmin o dediyimiz duyğular, təklik duyğusu, tənhalıq hissləri, yaxud da qorxu, güvənsizlik, təşviş və s. kimi neqativ duyğuların yaranmasına gətirir, çıxarır. Müəyyən bir yaş dönəmindən sonra, məsələn 3-6 yaşda burada uşaq daha müstəqil şəkildə nələrsə etməyə başlayır, artıq öz qabiliyyətlərini kəşf elədiyi bir dönəm olur ki, bax mən nəyisə bacarıram. Məsələn bu dönəmdə valideynin həddindən artıq qorumacı davranması, həddindən artıq tənqidçi davranması uşağın ümumiyyətlə özünə o müstəqillik qabiliyyətini tamamilə qırıb zədələyə bilir, yaxud da uşağın əksinə narsistik meyllərinin yaranmasına gətirib çıxara bilir valideyn əgər ona həddindən artıq təriflər yağdırırsa və s. Daha sonraki bir yaş dönəmində, məsələn məktəb dönəmində artıq 5-7 yaş arası, bax bu yaş dönəmlərində uşağın sosial adaptasiyası olur və bu dönəmdə valideynin düzgün olmayan tutumu, uşağın məktəbdə yaşadığı bir problemə düzgün şəkildə reaksiya verə bilməməsi, yaxud da ümumiyyətlə bunlarla maraqlanmaması, göz ardı etməsi, bütün bunlar uşağın sosial olaraq özünü yoldaşları ilə müqayisədə daha aşağı görməsinə, əksik görməsinə, daim yetərsizlik duyğuları yaşamasına səbəb olur. Və dediyimiz kimi bütün bunları tətbiq edən valideynlər, o demək deyil ki, öz övladını mütləq ki sevmir, yaxud da ona dəyər vermir. Lakin nə qədər sevsə və dəyər versə də, bəzən valideyn özü sadəcə bilgisizliyindən, yəni uşaqla necə düzgün rəftar etməyi bilməməsindən, yaxud da özünün də bu emosional ehtiyacları heç vaxt qarşılanmadığı üçün uşaqla yetərli empatiyanı qura bilməməsindən, yaxud da valideynin ikincil hər hansı bir problemlərinin olmasından, məsələn valideynin özünün depressiyası ola bilər, bir yas dönəmində ola bilər ki, o kimisə itirib və bunun yasındadır, yaxud da valideynin tutaq ki, baxıma ehtiyacı olan ailədə başqa birisi var, onunla məşğul olmasından bu meydana gələ bilir. Ola bilsin ki, valideynin hər hansı bir psixoloji durumu ola bilər, burada depressiya, şəxsiyyət pozuntuları və s. kimi ki, valideyn bu şəkildə uşağa düzgün o qayğını, baxımı, uşağın ehtiyacı olan emosional yaxınlığı, emosional doyumu verə bilmir. Özünə güvən problemi bayaqda izah elədiyim kimi məhz elə bu emosional natamamlıqlardan yaranır. Bunların bir nəticəsi olaraq meydana gəlir. Və bütün bunların da nəticəsində dediyim kimi biz müəyyən bir emosiyalar yaşayırıq və bu emosiyalarımızla qeyri-sağlam şəkildə başa çıxmaq üçün müəyyən bir mexanizmlər, müəyyən bir davranışlar meydana gətiririk. Məsələn, heç kim bizimlə empatiya qurmursa uşaqlıqda biz tək hiss eləyirik, yaralanırıq, məsələn, yıxılırıq və bir yerimiz ağrıyır, amma ailədə bunu görən olmur. Yaxud da əksinə yıxıldığımız üçün əksinə biraz da danlanırıq. Orada bir uşaq olaraq əslində yıxılmışıq, 3 yaşımız var, yıxılmışıq
danışırıq, ağlayırıq, əslində bir qorxu hissi keçiririk, amma bu qorxumuz aradan qaldırılması əvəzinə əksinə valideyn biraz da banlayır, biraz da öz təşvişi və qorxusu səbəbilə uşağa biraz da şiddətli reaksiyalar verməyə başlayır və uşaq zaten qorxurdu, biraz da qorxusuyla həm də utandırılmağı, günahkar hiss etməyi də öyrənir və burada necə bir mesaj yaranır? Yəni mən qorxduğum anlarda yaxud da bir problem yaşadığım anlarda əslində günahkar özüməm və burada daxili dərin bir məsələn günahkarlıq hissləri meydana gəlmiş olur. Və biz bu hisslərlə müəyyən bir müdafiə mexanizmlərinə keçirik. Məsələn, biz insanlar üçün həddindən artıq xilaskar, fədakar rollarına keçə bilirik. Biz daim öz daxilimizdə özümüzü tənqid eləyə bilirik. Biz rədd edilməkdən çox qorxa bilirik. Biz tərk edilməmək üçün başqa insanlara yapışıb asılı onlardan qala bilirik ki, yetər ki, onlardan diqqət, qayğı görək. Hətta o insanlardan ən pis reaksiyaları belə görməyə meyilli oluruq və bu tipdə bir sıra yəni müdafiə, əslində mübarizə metodları özlüyümüzdə tapmış oluruq. Amma əslində bu mübarizə metodlarından hər birisi sağlam deyil, çünki o duyğu yenə də orada qalır, amma biz bu duyğudan qaçmaq üçün hansısa bir davranışlar yerinə yetirmiş oluruq. İndi mən mövzunun ardını izah eləyəcəm, amma bilmək istəyirəm, bura qədər aydındırmı sizə? Bura qədər hər hansı bir sualınız varmı? Daha sonrasında əgər suallarınız yoxdursa biz keçək anketi eləyək və onda sizə daha aydın olacaq ki, hansı dərəcədə, yəni bu problemi özünüzdə görürsünüz, hansı sahələrdə daha çox özünüzdə görürsünüz. Bura qədər suallar varsa bir neçə saniyə gözləyim. Əgər suallar varsa, suallar yoxdursa anketə keçək. Belə başa düşürəm ki, suallarımız yoxdur. İndi mən sizə anketdən hər bir sualları bir neçə dəfələrlə izah eləyərək soruşacağam və sizdən xahişim odur ki, özünüzdə mən sualları verdikcə burada 22 sual olacaq bu anketdə və özünüzdə bu anketdəki punktlardan hansınızsa görürsünüzsə çata plus yaxud da minus işarəsini yazmağınızı xahiş eləyəcəm. Yəni özünüzdə görürsünüzsə plus işarəsi yazın, özünüzdə bu punktu görmürsünüzsə minus işarəsi çata yaza bilərsiniz. Və mən birinci sualla başlayıram. Birinci sualımız budur ki, siz özünüzü heç ailənizlə yaxud da dostlarınızla birgə ikən ora aid deyilmişsiniz kimi hiss edirsinizmi? Əslində ətrafınızda ailəniz var, dostlarınız var, dost çevrəniz var, sizi sevən, sizin sevdiyiniz insanlar var, amma bir şəkildə sanki mən bura aid deyiləm kimi hiss edirsiniz. Sanki bu insanlara, bu mühitə aid deyiləm kimi hiss edirsiniz. Bunu özünüzdə görürsünüzmü? Görürsünüzsə plus işarəsi, görmürsünüzsə minus işarəsi qoya bilərsiniz. Plus yazırsınız. Artıq 2 nəfər plus işarəsi yazdım. Yəni ailəmlə, sevdiklərimlə, dostlarımla birgəykən özümü ora aid hiss etmirəm. Növbəti bir sual. Başqalarına etibar etmirsiniz və bununla da övünürsünüz. Yəni mən başqalarına heç etibar eləmirəm, insanlara güvənim yoxdur, insanlara güvənmək ümumiyyətlə lazım deyil, mən heç kəsə güvənmirəm kimi daim insanlara etibar etməməyinizlə bir növ fəxr edirsiniz. Yəni bu yaxşı bir şeymişcəsinə bundan bir fəxr duyursunuz. Plus yazırsınız. Bax bu bir güvənsizlik duyğusuna verilən bir reaksiyadır. Hansı ki biz evdə ailə tərəfindən, valideynlər tərəfindən güvənimiz qırılıbsa, yaxud da özümüzü təhlükədə hiss etmişiksə, özümüzü qorumalı olduğumuz hansısa bir situasiyalarda qalmışıqsa, güvənsizlik maskası yaradırıq özümüzdə və
Bu bizim bir mübarizə metodumuza çevrilir. Heç kəsə güvənməmək bir mübarizə metodumuz olur. Və hətta bununla övünməyə də başlayırıq ki, okey, mən güvənmirəm heç kəsə, bu çox yaxşı bir şeydir. Nə yaxşı ki, burada minus işarəsi qoyanlar çoxdur. Üçüncü sual, kömək istəməkdə çətinlik çəkmək. İnsanlardan kömək istəməkdə çətinlik çəkirsinizmi? Hər şeyi özüm eləyim, insanlara ağız açmayım, kömək istəməyim, yaxud da kömək istəyəndə özümü çox zəif görürəm və s. kimi düşüncələriniz varmı? Xüsusilə uşaqlıqda yetərsiz yönləndirilməmiz olanda, dəstək görə bilmiriksə, yaxud da dəstək istədiyimiz vaxtlarda valideyn tərəfindən tənqid edilirik, günahlandırılıq, utandırılırıqsa bir problem olduğu zaman insanlardan kömək istəməkdə çətinlik çəkirik. Çünki bizə elə gəlir ki, kömək istəsəm, yenə də insanlar tərəfindən qınanılacağam, günahlandırılacağam, yaxud da çox zəif hiss etmişdim kömək hiss elədiyim vaxt. Elə bir reaksiya görmüşdüm ki, özümü çox zəif hiss eləmişdim və indi də yenə o zəiflik duyğusunu hiss etməmək üçün kömək istəməkdən qaçınıram. Plus da yazan var, minus işarəsində qoyanlar var. Növbəti punkt bundan ibarətdir ki, ailəniz, dostlarınız sizin onlara məsafəli və soyuq davranmağınızdan davamlı olaraq şikayət eləyirlər. Yəni, sanki sən heç adama qarışmırsan, sanki sən heç insanla ünsiyyət qurmaq istəmirsən, nəsə olur elə bilsən, heç vecinə deyil, heç burada deyilsən, yəni daim uzaq davranırsan. Bunu özünüzdə müşahidə edirsinizmi? Biz əgər yaxınlıq qurduğumuz zaman hansısa mənfi bir duyğular hiss etmişiksə, yaxınlıqdan artıq bizdə qorxu, narahatlıq yarana bilir. Və xüsusilə güvənsiz bağlanan insanlar ki, mənim bir ehtiyaclarım var idi, amma bu ehtiyaclar qarşılanmırdı və bu səbəbdən də bu ehtiyaclarım qarşılanmadığı üçün mən özümü çox güvənsiz, çox təhlükəli hiss edirdim və sanki mən qərar verdim ki, artıq ümumiyyətlə bağlanmayacağam insanlara. Yəni, daha məsafəli, soyuq duracağam. Sanki bu mənim özümü qoruma şəklimdir. Çünki mən yaxınlıq qurmaq istəyirdim. Amma bu yaxınlığı bir şəkildə qura bilmədim həmin insanla. Xüsusilə baxım verənimlə. Yəni, özümü qorumaq üçün belə bir maska taxmış oluram. Növbəti, sizə elə gəlir ki, siz həyatda öz potensialınızı ortaya qoymaqda çətinlik çəkirsiniz. Öz potensialınızı ortaya qoya bilmirsiniz. Sanki buna gücünüz çatmır. Bu da yenə bizim rədd edilməkdən qorxduğumuz zaman, özünə inamsızlıq maskasında olduğumuz zaman, yaxud da tamamilə başımıza gələn hər şeyi qəbullanan insan maskasında olduğumuz dönəmlərdə biz potensialımızı ortaya çıxara bilmirik. Çünki təşəbbüs etsəm rədd ediləcəyimdən qorxuram. Təşəbbüs etsəm bacara bilməyəcəyimdən qorxuram. Burada da yenə plus yazırsınız. Növbəti sual. Çox zaman evdə tək qalmağı seçirsiniz. Yəni, insanlarla vaxt keçirməkdən, insanlarla ünsiyyətdə olmaqdansa, evdə tək vaxt keçirməyi, tək qalmağı, məsələn, tək musiqi dinləməyi seçirsiniz. Bu da yenə bayaq dediyimiz hansı 4-cü punktdakı kimi yaxınlıq qurmaqdan, qaçmaqla, qorxmaqla bağlıdır ki, yəni mən insanlarla yaxınlıq qurmaq əvəzinə onlardan qaçmağı, tək olmağı seçirəm. Salam, sizə də salam. Plus yazırsınız. Buna daha çox pluslar gəlir. Deməli, tək qalmağı seçmək. Tək qalmaq burada. Əvvəl elə idim, indi elə deyiləm. Yeni tanışlıqlar istəyirəm.
Əla. Burada tək qalmaq istəyi yenə də özümüzü komfortlu bir duyğudur. Güvəndə tutma ehtiyacımızdan irəli gəlir. Çünki mən qorxuram ki, tək qalmasam, birdən insanlarla bağlantı qursam, xəyal qırıqlığı yaşayaram. Bu o qədər qorxulu gəlir ki, mənə o xəyal qırıqlığını yaşamamaq üçün özümü tək komfort zonamda saxlamağı seçirəm. Növbəti olaraq özünüzlə bağlı içdən-içə belə düşünürsünüz ki, sanki mən insanlara qarşı səmimi deyiləm, sanki mən insanlara qarşı pis niyyətliyəm. Özünüz barədə daim belə düşünürsünüz ki, mən sanki yetəri qədər səmimi deyiləm insanlara, sanki mən onları aldadıram. Özünüzlə bağlı belə düşüncələriniz olurmu? Bəlkə də bunun cavabını yazmaq bir çox insan üçün daha çətin ola bilər digər suallara nəzərən. Daim özümü elə tənqid eləyirəm ki, sanki mən insanlara qarşı səmimi deyiləm. Minus işarəsi yazırsınız. Gözəl. Əla, burada minuslar çoxdur. Bu düşüncəmiz də oradan irəli gəlir ki, biz davamlı olaraq özümüzə qarşı tənqidçi bir iç səsi ilə yanaşdığımız zaman və daim əslində bir günahkar maskasında olduğumuz zaman, yəni uşaqlıqda çox günahlandırılırdıq, çox utanırdıqsa, artıq davamlı olaraq etdiyimiz davranışlarda bir qüsur, bir nöqsan tapıb özümüzü günahlandırıb cəzalandıra bilirik. Davamlı olaraq özümüzə tənqidi yanaşırıq. Növbəti sual bu cürdür ki, sosial mühitlərdə özümü çox narahat, çox hüzursuz hiss edirəm. Bununla bağlı necə dəyərləndirirsiniz özünüzü? Sosial mühitlərdə özümü çox narahat, çox hüzursuz hiss edirəm. Bir an öncə bitsin, çıxım gedim istəyirəm. Bu ümumi bir sualdır. Burada bir çox yaranın, travmanın biz izini görə bilərik. Həm rədd edilmə qorxusu ola bilər, həm tərk edilmə qorxusu ola bilər, həm özgüvənsizlik ola bilər, həm asıllıq ola bilər. Bir çox şey biz burada görə bilərik. Sosial ortamda nəysə bizi narahat eləyir və özümüzü diskomfort hiss edirik sosial mühitlərdə. Minus yazırsınız. Mən bir şeyə fikir vermişəm. Çox çöldə olmayanda çöldə ünsiyyət qura bilmirəm. Bəzən düz olsam da səhv görünüb sözümü düz izah eləyə bilmirəm. Bir müddət ki, bir ayda çox çöldə olsam. Bəli, bu da sosial olaraq, yəni ünsiyyət qura bilməmək, yenə rədd edilmə travmamızdan irəli gəlir. Birdən nəyisə yanlış deyərəm, yaxud da deyirəm və yanlış anlaşılıram. Sosial fobi məndən qaçır. Əla. Növbəti sual. Çox vaxt xəyal qırıqlığına uğramış hiss edirsiniz insanlar tərəfindən. Əvvəl elə idim, indi isə belə hiss etmirəm. Əla. Növbəti 9-cu punkt belədir ki, çox vaxt özümü xəyal qırıqlığına uğramış hiss edirəm. Yaxud da buna belə bir əlavə eləmək olar. Çox vaxt özümə qəzəblənirəm. Məsələn, niyə bu şeyin arxasınca getdin ki, bax alınmadı, gördün, axırda da xəyal qırıqlığı yaşadın. Yaxud da hansısa bir təşəbbüslər eləyirəm. Davamlı olaraq sanki o təşəbbüslərimdə əli boş qalıram və bu məndə çox böyük xəyal qırıqlığı yaradır. Məsələn, yenə bir münasibətə başlamaq istəyirəm, yenə xəyal qırıqlığı yaşayıram və sonra özümə qəzəblənirəm. Plus yazan da var, minus yazan da var burada. Bu da yenə daha çox rədd edilmə düşüncələrinin, rədd edilmə yarasının bir izidir. Növbəti punktumuz bu şəkildədir ki, özünüzü digərlərini tənqid etdiyinizdən daha sərt, daha acımasız bir dillə tənqid edirsiniz. Bu davranışı özünüzdə görürsünüzmü? Özünüzü başqalarını tənqid etdiyinizdən daha sərt bir dillə tənqid edirsiniz. Yəni, normalda bir başqası olsaydı, bəlkə bu şey, onun etdiyi davranış yaxud da səhvi o qədər pis təsir etməzdi, amma
özünüz bunu edəndə çox sərt bir dillə özünüzlə danışırsınız, yaxud da tənqid eləyirsiniz. Çox kəskin bir dillə. Yenə həm plus, həm minus yazanlar var. Plus və minuslarınızı əslində mən izah edirəm. Bu arada bu canlı yayını YouTube-a yerləşdirəcəm. Çünki qoşula bilməyənlər də oldu və direktdə də yazanlar oldu bu barədə ki, bunları YouTube-da paylaşaq, qaçırmamaq üçün ona görə paylaşılacaq. Və plus minus yazdığınız suallara təkrar mən xahiş eləyərdim ki, xüsusilə pluslarınız olan suallarda o izahlarımı bir daha dinləyincə hansı travmadan irəli gəldiyini, hansı yaradan irəli gəldiyini izah edirəm və baxın orada hansı yaralar sizdə daha çoxluq təşkil eləyir. Burada həmin bu sual özünüzü daha acımasız tənqid eləmək, bu günahkarlıq, yenə də yarasından uşaqlıqda çox utandırılan, çox tənqid olunan uşaqların özünü daim xronik olaraq hər şeydə günahkar hiss etməsindən irəli gələn bir davranışdır. Növbəti punkt, özünüzü digərləri ilə müqayisə edirsiniz və onlarla müqayisədə özünüzün çox əksik olduğunuza inanırsınız. Sanki onlar sizdən daha yaxşıdırlar və siz özünüzü daha əksik görürsünüz. Bununla bağlı necə dəyərləndirirsiniz özünüzü? Özümü başqaları ilə müqayisə edirəm və başqalarının məndən daha yaxşı olduğuna inanıram. Birdən çox pluslar. Bu da yenə natamamlıq duyğusundan, o özünə inamın əksikliyindən, xüsusilə 2-4 yaş arasındakı yaradan, valideynin təsdiqləməməsindən, valideynin bizi tərifləməməsindən, bizim bacarıqlarımızı görməmiş olmasından, arxa plana atmış olmasından irəli gəlir. Baxın, sualları mənim keçmişdə bəzi hadisələr yaşadım, boş bir şeylər idi məncə, ancaq niyə belə oldu deyə 8-9 il oldu ki, fikirləşmişəm, bir çox paylaşımlarınızı elədim, artıq yavaş-yavaş hamısını boş buraxdım. Əla paylaşımlar sizə kömək oldusa, nə şad olaram buna. Ola bilər, mövzudan kənar oldu. Mövzumuzla deyə bilərik ki, əlaqəlidir. Əgər siz 8-9 il davamlı olaraq düşünürsünüzsə, deməli o sizin hansısa bu sadaladığımız yaralardan birini tətikləyir ki, siz onu boş buraxa bilmirdiniz. Özüm çox gəzəyən olmuşam. İndi bir qızdan ciddi mənada xoşum gəlir və qıza heç nə deyə bilmirəm. Çünki qızı tanıyıram, amma qız məni yox. Nə edəcəyimi bilmirəm, nə məsləhət görərsiniz. Təbii ki, münasibətlərə dürüst bir şəkildə başlamaq sizə də daha rahat hiss elətdirəcəkdir. Çünki keçmişdə nələr elədiyiniz deyil də bu münasibətdə o xanıma qarşı necə davranacağınız münasibətin taleyini müəyyən eləyəcək. Buna görə də elə probleminiz, qorxunuz, baxın burada əslində bu bir rədd edilmə yarasından irəli gəlir, düzdürmü? Çünki düzünü desəm, rədd edilə biləcəyimdən qorxuram. Düzünü desəm, doğrusunu desəm, rədd ediləcəyimdən qəbul edilməyəcək, olduğum kimi qəbul edilməyəcəyimdən qorxuram. Baxın, bir rədd edilmə yarasından irəli gəlir. Amma biz ən uğurlu oluruq o münasibətlərdəki orada olduğumuz kimi, rədd edilməkdən qorxmadan özümüzü olduğumuz kimi göstərə bilirik və birinci növbədə sizin artıq reallığınız dəyişməyəcək. Keçmişdə elə yaşadığınız münasibətləri dəyişdirə bilməzsiniz. Ona görə də özünüzü olduğunuz kimi qəbul eləyərək və təqdim eləyərək, özünüzdən bəhs eləyərək dürüst bir şəkildə münasibətə başlamaq hətta rədd edilmə ehtimalı olmasına baxmayaraq bu münasibəti daha sağlam bir hala gətirəcəkdir. Və dediyim kimi, sizin bugün bu münasibətdə yaşadacağınız davranışlar sizin münasibətinizin taleyini müəyyən eləyəcək. Keçmişdə necə birisi olduğunuz, hansı davranışları göstərdiyiniz deyil. Növbəti punkta keçək. Heyvanları sevmək sizin üçün insanları sevməkdən daha asan olur. Bir çox hallarda. Heyvanlarla daha yaxşı bağlantı qura bilirsiniz, amma insanlarla həmin bağlantını qura bilmirsiniz. Bu punktu necə dəyərləndirərdiniz özünüzdə? Bu da yenə emosional yaxınlıqdan qaçmağımızla əlaqəlidir və burada bir çox bu yaralar
dan söhbət gedə bilər. Həm rədd edilmə, həm özünə inamsızlıq, həm asılılıq. Məsələn, mən qorxuram ki, tutaq ki, insanlarla münasibət qursam, onlardan asılı hala düşə bilərəm. Ona görə də insanlardan qaçıb heyvanlarla münasibət qurmaq mənə daha yaxşı gəlir. İnternetim getdi, yazdığım suala verdiyiniz cavabı dinləyə bilmədim. Aha, bu sualda yenə həm plus, həm minuslar var. Heyvanlar və balaca uşaqlar daha yaxın gəlir mənə. Onlarla ünsiyyət qurmaq daha asandır. Çünki insanlarla ünsiyyət qurmaq, yetişkinlərlə ünsiyyət qurmaq daha qorxuducu gəlir. Üstümə hansısa bir yaraların tətiklənməsi ucbatından. Sualınıza cavabım bu idi ki, bu bir rədd edilmə qorxusundan irəli gəlir. Əgər olduğum kimi, olduğum tərəflərimi göstərsəm, rədd edilə bilərəm, qəbul olunmaram. Amma sizin belə deyək, şəxsiyyətinizi, keçmişinizi heç nə dəyişdirə bilməz. Ona görə ən sağlam versiya o ola bilər ki, siz olduğunuz kimi özünüzü birinci növbədə qəbul edin və həmçinin də münasibət qurduğunuz xanıma da özünüzü olduğunuz kimi təqdim eləyin. Daha sonrasında bu münasibətdə keçmişdə necə bir insan olduğunuz və necə davrandığınız deyil də, bugün həmin xanıma qarşı olan davranışlarınız, o davranışların nə qədər sağlam olub olmaması münasibətin taleyini müəyyən edəcəkdir. Sizin ona keçmişdən necə bir həyat tərziniz olmasından asılı olmayaraq bugün necə davranmağınız. Çox təşəkkür edirəm yazdığınız xoş sözlər üçün. Növbəti, deməli biz dedik ki, heyvanları sevmək, hətta orada qeyd olundu ki, uşaqları sevmək daha asan gəlir, çünki yetişkinlərlə ünsiyyət daha qorxuducu görünür. Bu da yenə bütün bu yaralardan irəli gəlir. Növbəti, ortada heç bir səbəb yoxkən özümü çox kədərli, sanki bir problemim var imiş kimi, enerjisiz, əhvalsız hiss edirəm, aşağı əhval-ruhiyyədə hiss edirəm, amma bilmirəm ki, niyə beləyəm. Bu olurmu sizdə? Bununla bağlı ümumiyyətlə şuurlu və fərqində yaşamaq canlı yayınında lap çox danışmışdıq. Avtopilot rejimində yaşayıb problemlərimizin fərqində olmamaq, bu buradakı bütün yaralardan ümumiyyətlə irəli gəlir. Aha, pluslar burada çoxaldı. Bu məndə çox olur. Bax, bunun səbəbi bütün bu sadaladığımız yaralar, asılılıq, rədd edilmə, özünə inamsızlıq, qorxular və s. kimi yaraların hansısa tətiklənir və siz həmin yaranın tətikləndiyinin fərqində olmursunuz. Həmin probleminizin olduğunun belə fərqində olmursunuz və müəyyən bir hadisələr sizin o yaranızı sanki qanadır və siz onun fərqində olmadığınız üçün, başa düşmədiyiniz üçün hansı duyğunu yaşadığınızı da görə bilmirsiniz. Və digər bir bununla da əlaqəli punkt budur ki, nə hiss etdiyinizin adını qoymaqda çətinlik çəkirsiniz. Əminəm ki, burada plus qoyanların cavabı həmin punktda da elə plus olacaq ki, nə hiss etdiyimin adını qoymaqda çətinlik çəkirəm, görməkdə, başa düşməkdə, niyə belə hiss eləyirəm, niyə belə olur, niyə eyni ssenariləri yaşayıram, niyə bu duyğunu hiss eləyirəm, bunların adını qoymaqda çətinlik çəkirsiniz. Bəli, yenə plus gəlir. Növbəti punkt bundan ibarətdir ki, öz güclü və zəif hisslərinizi tanımaqda çətinlik çəkirsiniz. Mənim hansı güclü tərəflərim var, hansı bacarıqlarım var, sanki özümə bələd deyiləm. Böyük ehtimal burada da pluslar gələcək. Bu da özümüzə bələd olmamaqla əlaqəli olan, özünü tanımamaq, öz güclü və zəif yönlərini tanımamaqla bağlı olan bəli pluslar gəlir. Elə bil ki, hüzünlü olmaq mənə xoş gəlir. Çünki hüzünlü olmadığınız bir reallıqda necə yaşayacağınız barəsində bir fikriniz yoxdur. Çünki bu duyğular artıq uzun illərdir komfort zonanıza çevrilib. Növbəti bir punkt, bəzən həyatdan çox kənarda olduğunuzu hiss edirsiniz. Sanki bu dünyaya aid deyilsiniz kimi hiss edirsiniz. 16-cı sualdayıq artıq. Bəzən sanki bu həyata aid deyilmişəm kimi hiss edirəm ümumiyyətlə. Plus yazırsınız.
aidiyyət duyğusuyla, boşluq duyğusuyla bağlı problemlər ümumiyyətlə daha dərin, erkən yaşlardakı yaraların göstəricisidir. Həmin o fiziki baxımımız dönəmindən, 0-1 yaş dönəmindən gələn bizdəki təəssüf ki, yaralardır. Aidiyyət hissinin olmaması, boşluq hissinin olması. Növbəti bir punkt. Düşünürsünüz ki, sanki hansı ki o Tibetdə rahiblər, keşişlər var, sanki mən də onlar kimi yaşaya bilərəm. Bir çəkilim bir kəndə, bir izolyasiya eləyim özümü və illərlə insanlar olmadan elə yaşaya bilərəm. Çox da xoşbəxt olaram. Yetər ki, insanlar olmasın ətrafımda, heç kəs məni narahat eləməsin. Bu sualı necə dəyərləndirərsiniz? Pluslar, həm də çoxlu pluslar. Bu psixikanın mən insanlarla ünsiyyətdən çox tədirgin oluram, çox diskomfort oluram və qaçmaq istəyirəm bu hisslərdən demə şəklidir. Ayda, mən də dağda yaşamaq istəyirəm, qorxmasam. Yəni mən şəhərdə insanların içində o qədər diskomfort oluram ki, yetər ki, qaçım insansız bir yerə bu hissləri yaşamayım hissidir bu. Növbəti sual, özünüzü yatışdırmaqda çətinlik çəkirsiniz. Məsələn, bir tətiklənmə yaşadığınız zaman, bir rədd edilmə yaşadığınız zaman, tərk edilmə yaşadığınız zaman o qədər şiddətli reaksiyalarınız olur ki, bəzən özünüzə belə aşırı gəlir və özünüzü sakitləşdirməkdə çətinlik çəkirsiniz. Bu sualı necə dəyərləndirərik? Özümü yatışdırmaqda çətinlik çəkirəm. Plus yazırsınız. Minus yazan da var. Əla. Həm plus, həm minuslar var. Növbəti sual isə bu şəkildədir ki, sizə elə gəlir ki, sanki nələrsə sizi indiki anı yaşamaqdan geri salır. Sanki indiki ana fokuslana bilmirsiniz. Ya keçmişə, ya gələcəyə fokuslanırsınız. Bu sualı necə dəyərləndirərik? Son 3 sualımız qalıbdı artıq anketdə. Plus yazanlar var. İndiki anda ola bilmirsiniz. Keçmişə. Burada ümumiyyətlə pluslar çoxluq təşkil edir. Minus yoxdur. Yəni anda qala bilmirik. Zaten bu yaralar varsa, o yaralar tətikləndiyi zaman və biz onların fərqində deyilik və sağaltma üsullarını da bilmiriksə, təəssüf ki, indiki anda sağlam şəkildə qala bilmirik. Hətta özümüz indiki andan qaçmağa çalışırıq. 20-ci sual budur ki, içinizdə hər zaman bir boşluq duyğusu hiss edirsiniz. Sanki nə eləsəniz də, nə ilə məşğul olsanız da, ətrafınızda kimlər olsa da, daim içinizdə bir boşluq hissi qalır. Bununla bağlı necə dəyərləndirirsiniz özünüzü? Plus işarəsi yazırsınız. Yəni boşluq hissini özünüzdə hiss edirsiniz. Növbəti sual, davamlı olaraq sizinlə bağlı özünüzdə nəsə bir sizdə düz getməyən bir şeylərin olduğunu hiss edirsiniz. Sanki məndə yanlış bir şeylər var, bir problem var. Davamlı olaraq xoşbəxt ola bilmirəm, istədiyim şeyləri əldə edə bilmirəm, istədiyim həyatı yaşaya bilmirəm. Məndə doğru getməyən nələrsə var kimi hiss edirsiniz. Plus işarəsi yazırsınız. Və sonuncu sual, davamlı olaraq öz disiplininizlə bağlı mübarizə aparırsınız. Yəni bir qərar verirsiniz, sonra o qərarı yerinə yetirməkdə çətinlik çəkirsiniz. Sanki bu canlıda məndən bəhs etdiniz. Öz disiplinlə bağlı sualı necə dəyərləndirərik? Sanki davamlı olaraq bir hədəf qoyuram özümə, o hədəfə gedib çata bilmirəm.
Yenə plus yazırıq bura. Baxın, bütün bu sadalananlar bizim uşaqlıqdakı o emosional ehmalımızdan irəli gəlir. Yenə bir toparlasaq, bütün bu ehmallar bizdə valideynlərin doğru olmayan yanaşmasından irəli gəlir və bu doğru olmayan yanaşmaların uzun müddət davam eləməsindən təbii ki. Uşağın fiziki ehtiyaclarının, emosional ehtiyaclarının, uşaqla vaxt keçirilmə ehtiyacının, bunların sağlam, doğru vaxtında qarşılanmaması və həmçinin də valideynin, təbii ki, burada bayaq dediyim kimi, o demək deyil ki, valideyn mütləq bunu uşağı sevmədiyindən, dəyər vermədiyindən eləyir. Xeyr, kifayət qədər sevən, dəyər verən valideynlər də bəzən ehmala yol aça bilirlər. Bəzən bilgisizliklərindən, bəzən özlərinin hansısa bir problemlərə sahib olmasından dolayı bu ehmallara yol açırlar və bu ehmallardan sonra biz artıq yetişkin mənliyimizdə indi tam olaraq bu suala gəlirəm. Bəs bu travmaları necə aşaq? Biz yetişkin mənliyimizdə bu travmalarla, bu emosiyalarla mübarizə aparmaq üçün müəyyən bir maskalar taxırıq. Bu maskalar nələrdir? Ya biz ümumiyyətlə özümüzü dünyadan qoparırıq. Yəni reallıqdan qoparırıq və bu reallıqdan qoparan fəktlər ya boşluq hissi, aidiyyət duyğusunun olmaması kimi bir hisslər hiss edirlər. Bunun bir digər növü də alekistimiyadır. Bu da öz duyğularımıza qarşı fərqindəliyin olmaması. Yəni sanki mən ümumiyyətlə öz duyğularıma göz yumuram. Hansı duyğunu yaşadığımın fərqinə belə varmaq istəmirəm ki, mən yaxşı hiss edirəm, pis hiss edirəm, rədd edilməkdən qorxuram, təşviş yaşayıram və s. Ya biz yəni burada ümumiyyətlə özümüzü qoparma maskası taxırıq özümüzdən, dünyadan, öz duyğularımızdan. Bu ən təhlükəli maskalardan birisidir. Çünki biz nə qədər özümüzü dünyadan qoparanda bizə çox yaxşı bir şey edirmişik kimi, çox rahatladıcı bir şey edirmişik kimi gəlsə belə, əslində bizim o görməzdən gəldiyimiz hər şey zehnimizdə, şuur xarici səviyyədə bunlar hələ də bizdə qalır, bədənimizin yaddaşında qalır və xəstəliklər olaraq meydana çıxır. İkinci bir maska burada əks hücum deyəcəyimiz, əks aslılıq deyəcəyimiz bir maskadır. Və biz saat 9-dan başlamışıq, storylərdə paylaşmışdım bu barədə. Əks aslılıq dediyimiz məsələdə biz özümüzü insanlardan soyutluyoruz. Onlara soyuq, məsafəli davranırıq. Bax, bu maska bizim sanki insanlara güvəndim. Nə oldu? Bax, anama güvəndim və o məni tənqid elədi, günahkar hiss elətdirdi. Yəni, mənə pis bir duyğu yaşatdı. Demək ki, anama belə bu duyğunu yaşayıramsa, o belə mənə bu duyğunu yaşadırsa, demək, digər insanlar daha təhlükəlidir. Xatırlayırsa, 2-ci ya 3-cü punktda, anketdə belə bir sual var idi ki, insanlara güvənmirik və güvənməməyimizlə də fəxr edirik ki, heç kəsə güvən yoxdur, mən heç kəsə etibar eləmirəm, heç bir insana güvənmirəm, heç kimə sözümü demirəm, sirrimi vermirəm. Bununla fəxr etmək. Yəni, insanlar mənə o qədər güvənsiz gəlir ki, onlara güvənməmək mənə fəxr olunacaq bir şeymiş kimi görünür və biz burada əks aslılıq maskasını taxmağa başlayırıq artıq. Bir digər maska burada real olmayan özünü dəyərləndirmədir. Emosional ehmal nə deməkdir? Emosional ehmal uşaqlıqda ehtiyacımız olan duyğuların valideynlər tərəfindən doğru şəkildə qarşılanmaması, ehmal olunması, uşağın anlaşılma, dinlənilmə, fiziki və emosional müəyyən ehtiyaclarının düzgün vaxtında, sağlam bir şəkildə qarşılanmaması və uşağın da burada qorxu, təşviş, günahkarlıq və s. kimi duyğularla tək yalnız başına qalması deməkdir. Digər bir maskasıdır. Məni eşidə bilirsinizmi? Mən normal görüb eşidə bilirsinizmi? Növbəti bir maskamız, bax, bizim bu duyğularla mübarizə üçün taxdığımız özümüzü qeyri-sağlam dəyərləndirməkdir. Yəni, mənim valideynim davamlı olaraq məni tənqid eləyir, davamlı məni günahlandırır, cəzalandırır və s. belə bir şeylər yaşayırsa, bir nöqtədən sonra mən bu duyğular qarşısında o qədər əzilmiş, o qədər yalnız, tənha hiss edirəm ki, artıq mən də valideynimin belə deyək, o sözlərini içsəlləşdirirəm, özümkiləşdirirəm. Mən də başlayıram özümü bu şəkildə tənqid eləməyə. Çünki artıq valideynimin dediklərinə daxili olaraq inanmaq mənə də rahatladıcı gəlir. Yəni, olsun da, mən zəifəm, hə də, yəni, bacarmıram. Bacım bacarırdı, mən bacarmıram.
insanlardan daha əksiyəm, daha zəifəm, sinifdəki hamı yaxşıdır, amma mən onlar kimi deyiləm və s. kimi özümüzü dəyərləndirməyə başlayırıq. Bu da qeyri-sağlam özünü qiymətləndirmədir. Çünki burada adətən biz özümüzə o qədər tənqidi yanaşırıq ki, özümüzün müsbət heç bir tərəfini görə bilmirik. Buna bənzər bir digər taxdığımız maska özümüzə qarşı çox acımasız, çox tənqidi, amma başqalarına qarşı şəfqətli yanaşmaqdır. Çünki bizə şəfqətli yanaşılmayan bu reallıqda bunun nə qədər ağır bir duyğu, ağır bir hiss olduğunu bilirik və bu hissi başqalarının da yaşaması ilə empatiya qururuq deyə, onlar da bunu yaşamasınlar deyə onlara qarşı şəfqətli davranırıq. Əslində özümüzə davranılmasını istədiyimiz kimi davranırıq. Amma özümüzə gəldikdə o şəfqəti verə bilmirik. Əksinə özümüzə çox tənqidçi, çox günahlandırıcı bir tonla, bir dillə danışa bilirik. Bu da bir digər taxdığımız mübarizə maskasıdır. Yaxud da bir digər maska davamlı özümüzü günahlandırmaq, davamlı olaraq özümüzdə problem axtarmaq, davamlı olaraq misal üçün bir münasibət yaşayırıq, partnyorumuz davamlı bizi günahlandırır, tənqid eləyir, alçaldır, amma biz bu münasibət yanlışdır, bu partnyor mənə uyğun deyil demək əvəzinə, əksinə burada davamlı olaraq özümüzü günahlandırırıq. O məni tənqid elədi, bəlkə məndə hansısa bir problem var, yəqin məndə nəsə bir problem var ki, o mənə bu sözü dedi, yoxsa mənə belə deyilməzdi və s. Valideynlərin bizə davranışlarını görəsən, biz də valideyn olanda övladımıza o cür davranacaqmıyıq? Fərqində deyilsizsə bunun bir problem olduğunun və əgər həmin davranışlarda model almışsınızsa, bunları təkrarlama ehtimalı böyükdür. Zaten ona görə bu cür davranışlar, bu cür travmalar nəsillər boyu ötürülür. Çünki hər valideyn öz valideynindən gördüyünü növbəti nəslə ötürür. Buna görə də o zənciri qırmaq üçün artıq özümüzlə bağlı o fərqindəliyə gəlməyimiz önəmlidir. Və bir digər bu taxdığımız maskalardan biri də davamlı olaraq zəif öz disiplində olmaqdır. Hansı ki biz davamlı olaraq hədəflər qoyuruq, o hədəfləri yerinə yetirmirik, yenidən bununla bağlı özümüzü tənqid edirik və s. və rədd edilməkdən, tərk edilməkdən çox qorxmaq ki, bu da ən təhlükəli maskalardan biri. Münasibətlərdə emosional asılılığa gətirib çıxaran maskalardan birisidir ki, mən insanlar tərəfindən tənqid edilməkdən, rədd edilməkdən, tərk edilməkdən o qədər qorxuram ki, heç layiq olmadığım münasibətlərə belə özümü illərlə ilişdirib orada saxlaya bilirəm, o münasibətləri bitirə bilmirəm. Ümumiyyətlə, mən nəyə layiqəm sualının da cavabını çox zaman bilmirəm. Bax, bu maskalar bizim İstər iş həyatımızda, istər münasibətlərimizdə artıq bir mübarizə metodu olaraq taxdığımız maskalardır ki, ya özümü günahlandırıram, ya insanlardan asılı qalıram, ya davamlı olaraq təşviş, qorxu yaşayıram daxili olaraq, ya özümü davamlı günahlandırıram və s. Və bax, bu maskalar, bu taxdığımız mübarizə rollarımız bizim həyatımıza istəmədiyimiz bir formada təəssüf ki, yön verir. Mən tərk edilməkdən qorxmuram. Niyə hər dəfə münasibətlərdə tərk edilirəm, bir dəfə edilmişəm deyə şuur altına görə bu hal olmuş ola bilərmi? Bu çox ümumi bir sualdır. Burada münasibətlərinizin dinamikasına baxmaq lazımdır. Bir də tərk edilməkdən qorxmuram, amma hər dəfə tərk edilirəm. Burada həqiqətənmi qorxmursunuz, yoxsa zehninizdəmi sadəcə qorxmadığınızı düşünürsünüz? Bu da bu sualın da cavabına baxmaq lazımdır. Çünki bəzən duyğu olaraq biz ondan qorxuruq, amma zehnimiz duyğunun əksini deyə bilir. Bu da bir müdafiə mexanizmidir. Və təbii ki, yaxşı xəbər bundan ibarətdir ki, biz bütün bu maskalarımızı, bu anketdə plus qoyduğunuz o bütün problemləri əslində aradan qaldıra bilirik. Bütün bu maskalarla işləyə bilirik. Və bizim bu daxili uşağın yaralarını sağalt qrup çalışmamızda da biz 10 gün ərzində hər bir yaranı bu rədd edilmədir, tərk edilmədir, özünü tənqiddir, günahlandırmadır, aleksitimiyadır və s. kimi bütün bu yaraları bir-bir işləyəcəyik. Mən ətraflı şəkildə bu yaralar haqqında, təbii ki, burada ümumi şəkildə mən sizə izah verdim. Qrup çalışmasında isə hər gün hər bir bu problemimiz barəsində ətraflı nəzəri bir məlumat olacaq və həmin yara ilə necə işləməli olduğunuzun praktik bir çalışmasını göndərəcəm. Və həmin çalışmaları biz gündəlik olaraq tətbiq eləyəcəyik 10 gün boyunca və 10 günün sonunda artıq psixikamızı həm nəzəri bilik, məlumat olaraq, həm də praktik çalışmalarla tamamilə transformasiyaya hazırlayıb sonuncu gündə, 10-cu günümüzdə, yəni Zoom'da bir görüş təyin eləyəcəyik və burada
güclü, transformativ bir meditasiya olacaq. Hansı ki bu meditasiya daha öncə YouTube kanalına da yerləşdirməmişəm. Yəni yerləşdirməyəcəm də eyni zamanda. Çünki bu tipdə meditasiyaları tətbiq eləyə bilmək üçün öncəsində psixika mütləq hazırlanmalıdır. Əks halda onun bir təsiri olmaz, hətta əks təsiri ola bilər yəni. Buna görə öncə psixikamızı hazırlayırıq, bir bu yaralarımız barəsində fərqindəlik qazanırıq, onların üzərinə işləyirik və daha sonrasında tam artıq transformasiyanı, yəni sanki nöqtəni qoymaq üçün də bir meditasiyanı tətbiq etmiş olacağıq birlikdə. Ana ilə münasibəti yaxşı olmayan qızın nə kimi travmaları ola bilər, zərəri elə burada danışdıqlarımızın hər birisi özünü tənqid, özünü bəyənməmə, davamlı olaraq özünü qüsurlu görmə, tərk edilməkdən qorxma, münasibətlərdə asılı qalma kimi travmalar, davranışlar ola bilir. Və bu problemlərdə özünüzdə görürsünüzsə, hər birinizi qrup çalışmasına dəvət eləyirəm. Çünki bu qədər yəni açığı deyim, uyğun bir məbləğə, bu qədər ətraflı bir çalışmanı siz çox yerdə tapmayacaqsınız. Sadəcə mən hər dəfəsində Instagramda sual-cavablar yazanda bu rədd edilmə, tərk edilmə, asılılıq və s. bunlarla bağlı həddindən artıq suallar görürəm və düşündüm ki, elə məhz bu istiqamətdə artıq bir çalışma tətbiq eləyə bilərik. Səhər yeməkləri təşkil edəcəksiniz. Düşünə bilərəm bu barədə biz hansısa bir çalışmalar eləyə bilərik. Seminarlar təşkil eləyə bilərik. Hal-hazırdakı çalışmamız qrup çalışmasıdır. WhatsApp qrup çalışması olacaq. Son gün isə bir Zoom görüşümüz olacaq. Və dediyim kimi hər birinizi dəvət eləyirəm ora. Çünki burada alacağınız praktik tapşırıqları daha sonrasında siz bir ömür boyunca özünüzə tətbiq eləyə biləcəksiniz. Daha da özünüzdə bu belə deyək, yəni yaraları sağaltmaq, bu vərdişləri daha da möhkəmləndirmək üçün. Mənim isə emosional ehmalla bağlı bugün sizə çatdırmaq istədiklərim bu qədər idi. Biz başa düşdük ki, valideynlərimizin bilərəkdən və yaxud da bilməyərəkdən etdiyi hər hansı bir davranışlar bizdə dərin yaralara yol aça bilir və biz bu yaraları belə deyək, sağaltmadığımız müddətcə bunlar bizim münasibətlərimizə, iş həyatımıza, pul qazanmamıza, hər birinə mane olur təəssüf ki. Məsələn, biz çox pullar qazanmaq istəyirik, daim də bunun üzərinə çalışırıq. Amma təəssüf ki, məsələn, rədd edilmə qorxumuz olduğuna görə daxilimizdə bundan çox qorxduğumuz üçün heç vaxt istədiyimiz məbləğləri qazana bilmirik və s. Və bu bloklar açıldıqdan sonra, artıq bu travmalar, bu bloklar açıldıqdan sonra bizim fiziki reallığımız da həqiqətən dəyişməyə başlayır. Biz daha sağlam, keyfiyyətli münasibətlərdə oluruq. Hətta bizi normalda heç kim görmürdü, biz görünmürdük insanlar tərəfindən, amma artıq görülməyə, seçilməyə, dəyər görməyə başlayırıq, daha çox pullar qazanmağa başlayırıq və s. Salam, hər vaxtınız xeyir olsun. Və bütün bunlar üçün də təbii ki, öz yaralarımızı anlamaq, görmək və onları aradan qaldırmaq olduqca vacibdir. Məndən isə bugünlük bu qədər. Növbəti həftə yenə də 2-ci gün saat 9-da canlı yayında olacaq. Gümanki sual-cavab olacaq, yaxud da ümumiyyətlə bir belə deyək, yenə hansısa bir mövzudan danışa bilərik. Mövzu istəkləriniz varsa da bunları da mənə yaza bilərsiniz. Bu canlı yayını da indi dərhal YouTube kanalına yerləşdirəcəm. Həm anketdə o plus qoyduğunuz tərəfləri yenidən dinləyin ki, mən anketdə nəyə hə cavabı verdim, hansı travmalara, hansı yaralara hə cavabı verdim. Biraz onlar üzərinə yenidən düşünün. Həm də yəni həm anketi, həm digər məlumatları təkrar dinləmək istəsəniz dinləyə bilərsiniz. YouTube-a yerləşdirəcəm. Məndən bugün bu qədər. Mən təşəkkür edirəm qatılımınız üçün, burada olduğunuz üçün. Özünüzə yaxşı baxın, sevgi ilə qalın, gecəniz xeyrə.